bir dənə yaxınlaşın. Bütün problemlər buradan başlayır. Cənnət Park təmir qrupu olaraq Nərimanovda premium təmir görülən işlərdə boya vurulmadan öncə divarın səthində olan problemlər aradan qaldırılması üçün hansı proseslər olmalıdır? Bəzən elə olunur ki, bu işıqla işləniləndə bax divarın bu səthinə tutanda heç bir nöqsanlar olmur, görsənmir. Və boya vurulandan sonra da başlayır problemlər ortaya çıxmağa. Bu losa işıqdır. Nümunə olaraq göstərirəm. Burada divarın səthində belə baxanda heç nə yoxdur. Və bir dənə yaxınlaşın. Bütün problemlər buradan başlayır. Və bir problem gəlir, emosiyada çıxır. O emosiyanı püskürmə aparat vasitəsilə vuranda divarın səthini işbaklovka kimi düzəltmir. Boya gözəlləşdirir sadəcə. Divarın səthində olan hər bir gözəlliyi boya göstərir. Ona görə də təmir zamanı divarların boya olacaqsa, bu işıqla diqqət olunmalıdır ki, bax, belə proseslər ortaya çıxmasın, nöqsanlar ortaya çıxmasın. İnşallah bu mənzildə də yüksək səviyyədə premium, Cənnət Parkın premium təmir şirkəti olaraq təhvil veriləcək. Çox sağ olun.